Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın baş naziri Edi Ramaya təbrik məktubu göndərib. Məktubda deyilir: Hörmətli cənab baş nazir, ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz Albaniya Sosialist Partiyasının qələbəsi münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Lideri olduğunuz partiyanın bu yeni uğuru Albaniyanın rifahı naminə həyata keçirdiyiniz ümumilli siyasətə, çoxşaxəli fəaliyyətinizə verilən yüksək qiymətin ifadəsi, xalqınızın sizə olan inamı və dəstəyinin bariz təzahürüdür. Azərbaycanla Albaniya arasında qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərin və əməkdaşlığın səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsasda müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm can sağlığı, xoşbəxtlik, dost Albaniya xalqının firavanlığı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm. Ədliyyə Nazirliyinin penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə Ədliyyə Nazirliyinin penitensiar xidmətindən məlumat verilib. Bildirilib ki, həbs olunmuş şəxs Vahid Novruzoğlu Kazımova göndərilmiş banderola baxış keçirilən zaman diş pastasının içərisində xüsusi üsulla gizlədilmiş 8 ədəd bükülüdə ümumi çəkisi 0,352 qram metadon aşkar olunub. Faktla bağlı araşdırma aparılır. Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 5 şəhid dəfn olunacaq. Bu barədə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin şəhidlərin hamısı hərbçidir. Sabah dəfn olunacaq itkin şəhidlər Məmmədov Yusif Mirzəlioğlu, Rüstəmov Miriş Məhəmmədoğlu, Məmmədov Muxtar Bayramoğlu, Abbasov Abuzər Tənziloğlu və Ərzumanov Erşən İsaməddinoğludur. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bugün Ankarada Ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcək. Bu barədə Türkiyə liderinin rəsmi tədbirlər cədvəlində məlumat verilib. Bildirilib ki, Ərdoğanın Zelenski ilə görüşü Bakı vaxtı ilə saat 14 radələrində baş tutacaq. Qeyd olunub ki, bundan sonra iki ölkə liderləri arasında təkbətək danışıqlar gözlənilir və daha sonra geniş tərkibdə davam etdiriləcək. Bakının Xətai rayonu Babək prospektində baş verən zəncirvari yol nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb. Bu məlumatı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli deyib. Hadisə bugün səhər saat 7:10-da baş verib. Hadisə 4 avtomobilin toqquşması nəticəsində baş verib. Onlardan biri Toyota Prado, ikisi Mercedes-Benz, biri isə Kia markalı avtomobil olub. Hazırda faktla bağlı araşdırma aparılır. Sabah prezident yanında Əf Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə komissiya üzvü Rəşad Məcid məlumat verib. O bildirib ki, iclasa komissiyaya daxil olan müraciətlərə baxılacaq. Xatırladaq ki, bu komissiyanın bu il sayca 7-ci iclasıdır. Bugünə qədər komissiya 600-dən çox müraciətə baxıb. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.